Üçüncü hissə: varlığın dəlilləri. Öncəki hissələrdə Allahın varlığının sübuta ehtiyacı olmadığını vurğuladım. Lakin sübut etmək lazım gələrsə, bunu necə edə bilərik? Dünya gözü ilə baxdıqda bu fiziki, bioloji olaraq mümkün deyil. Əgər ortada obyekt yoxdursa, onu bu yollarla sübut etmək də mümkün deyil. Amma sübut etməyə çalışmaq da cahillik deyil. Klassik misallardan biri olan artıq bayaqlaşmış ağrı misalı. Ağrı yoxdur, amma varlığını hiss edirik. Bəzən bu kimi doğru misalları yanlış insanlar dilə gətirdiyi üçün misalın mahiyyəti də ortadan qalxır. Beləcə izah da mənasızlaşır. Lakin bu misal tam doğru yanaşma olmasa da yaxınlaşmaq üçün düzgün sayıla bilər. İlkin addımlarda biz uca Allahın varlığını yalnız hisslərimizlə dərk edə bilərik. Amma bunu hiss edə bilmək üçün inancın olması mütləqdir. Belə bir paradoks ortaya çıxır. Allahın varlığını dərk etmək üçün inanclı olmalıyıq. İnanmaq üçün isə onun varlığını dərk etməliyik. Bu sonsuz qüsurlu dövrandan azad olmaq üçün ilk öncə başlamalı olduğumuz yeri izah etməyə çalışacağam. Bu kimi paradokslardan çıxmaq üçün iki variantdan birinin doğruluğunu qəbul edib digərini sorğulamaq lazımdır. İlk öncə inanmalıyıq ki, Allah var. Dəlilsiz, sübutsuz şəkildə. Sonra bunu araşdırmalıyıq. Əgər bu qane etməsə, daha sonra Allah yoxdura inanıb, sonra onu araşdırmalısınız. Bu paradoksdan çıxışın yeganə yoldur. İndi isə kitabın mövzusuna uyğun olaraq biz Allahın varlığını sübut etməyə çalışacağıq. Allahın yoxluğu variantı isə ilk seçimin sübutunda özü çökəcək. Əgər Allah varsa, bizim ona ehtiyacımız olmalıdır. Bəli, bizim bir Allaha ehtiyacımız var. Ehtiyacdan isə varlıq doğur. Çünki biz məhdudiyyətləri olan varlıqlar olaraq bu məhdudiyyətləri aşmaq üçün bir çox şeyə ehtiyac duyuruq. Məsələn, uzaq səfər etmək üçün minişlərə, əlaqə üçün mobil cihazlara, qaranlığı yarmaq üçün isə işığa və s. Əgər bir şey yoxdursa, insanın ona ehtiyacı da olmaz. Məsələn, dünyada hələ də kəşf olunmamış milyonlarla texnoloji cihazlar ola bilər. Hətta bu sonsuz sayda ola bilər. Bunlara bizim ehtiyacımız yoxdur. Çünki onlar var deyillər. Əgər var olsaydılar, necə ki, bir maşının varlığı onun ehtiyacını doğurur, eləcə də maşına ehtiyac onun varlığına gətirib çıxarır. Beləcə, bizim də Allaha ehtiyacımız onun varlığının dəlilinə işarədir. Necə ki, işıq sürəti var, bizim ona ehtiyacımız var, amma əlimizdə ona çatan bir cihaz yoxdur. Bax, beləcə də Allaha ehtiyacımız var, lakin ona çatacaq gücümüz yoxdur. Bu səbəbdəndir ki, dünyada bütün nemətlər, var dövlətimiz olsa belə bir müddət sonra sıxılırıq. Daha da fərqli nəsə axtarırıq. Bu bizim daha yüksək bir şeyə, bir yaradıcıya ehtiyacımızın içimizə çökmüş sıxıntısının səbəbindəndir. Bu sıxıntı bizi vadar edir ki, yeni bir şey axtaraq. O halda sakitləşirik ki, bunu mən özümdən bilirəm, Allaha dua edir, onunla danışırıq. Səcdə halında, dua halında, ayaq üstə uzanarkən və s. Ehtiyacın varlığı doğurduğu, varlığın da bizdə olmadığı ya da əlaqəmizin olmaması onun varlığının ilk sübutudur. Mən sizə elmi sübutlar etməyəcəm, çünki istənilən halda bu mümkün deyil. Əgər inancsız yanaşırsınızsa, bu mümkün deyil. Əks halda inanclı şəkildə yanaşmada bu mümkün olar. Məsələn, inancsıza görə fizika qanunları var və bu insanlığı ayaqda saxlayır. Həmçinin kolleqam olan həkimlərə görə bioloji qanunlar var ki, bunlar insanları insan olaraq formalaşdırır. Burada Allahın varlığını axtarmaq düzgün deyil deyə düşünürlər. Lakin inanclı şəkildə yanaşdıqda isə Allahın varlığı elə burada da özünü göstərir. O bütün bu qanunları yaradandır. O təkamülə təkan verərdir. Makro təkamülə dair əldə tutulan elmi dəlillər yoxdur. Mikro təkamüldən söhbət gedir. O elmi formalaşdırandır. Bəli, dünyada və kainatda baş verən bütün hadisələr, dəyişikliklər, hərəkətlər və sabitlik təsadüfən də formalaşa bilər. Hansı ki, bu təsadüfi hesablamaq üçün rəqəmlər, səhifələr tutar. Bu təsadüfi yaradan da elə uca Allahdır. Dediyim kimi, burada biz hadisələrə Allahın var olduğu bir dünyanın pəncərəsindən baxmalıyıq. Əks halda dediklərim sizi qane etməyəcək. Çünki bizə paradoksu həll etmək lazımdır. Ya dərk etməliyik ki, var, ya da tamamilə bu məsələdən imtina etməliyik. Biz bu kitabın konseptinə uyğun olaraq, onun varlığına inanaraq bu paradoksdan xilas olmağa çalışacağıq.
və bu inancla müqəddəs kitabların təhlillərini edəcəyik. Varlığın sübutuna çalışmaq və ya onu təkzib etmək də bir növ o şeyin ehtiyacından doğur. Əgər bir yaradıcı olmasaydı, insanların onu araşdırmasına da ehtiyac olmazdı. Əgər antik insanlar da özlərinə müxtəlif tanrı fiqurları yaradıb şirkə yol veriblərsə, bu onu göstərir ki, onların da dövründə Allahın varlığına dair sübutları olub. Lakin bir müddət sonra, bu müddət əsrlər ola bilər, onların xurafata çevrilməsinə səbəb olur. Beləliklə, bütlər formalaşıb. Əvvəldə dediyim kimi, bəzən doğru sözü yanlış insanlar istifadə etdiyi üçün söz dəyərsizləşir və mənası başqa yerlərə yozulmağa başlayır. Məsələn, dinlər haqqında müzakirələrdən az xəbərdar olan birinə din haqqında danışsanız, sizə bütün dinlərin bir kökə, Şumerlərə çıxdığını deyə bilər. Hətta bununla öyünəcək də. Bəli, bütün dinlərin Şumerlərə çıxdığı doğrudur. Hətta onlardan daha qədimlərə də çıxır. Onlara çıxmasaydı əgər, biz dindən şübhə etməli olardıq. Çünki Uca Allah hər qövmə peyğəmbər və din göndərdiyini vurğular. Məsələn, Həzrəti Yaqubun antik Misirdə günəş Allahı Ra olma ehtimalı sizi şübhəyə salmamalıdır. Əksinə, bu bizi daha da inanclı etməlidir ki, həqiqətən də belə insanlar yaşayıb. Lakin əsrlər sonra xurafatlar nəticəsində onlar bütləşib. Buna sübut kimi dövrümüzdə də bütləşmiş, cahillik səbəbindən dəyişilmiş qaydaları göstərə bilərik. Amma mövzumuz bu deyil. Dediyim kimi, əgər bu hadisələr bir-birini təşkil etsəydi, o zaman biz şübhə etməliydik. Vəhiylər bir Allahdan gəldiyi halda fərqli şeylər necə yazıla bilər? Bunlar ki, tarixi faktlardır. Bunları oxumaq üçün Quranı açmağa ehtiyac yoxdur. Tarix kitablarını belə açsanız, Quranla, İncillə və ya Tövratla uyğun olduğunu görərsiniz. Bu o deməkdir ki, bu tarixdən kopyalanıb. Bunu fikirləşmək belə absurddur. Təbii ki, tarixdə adı keçmiş insanlar, tarixdə baş vermiş hadisələr olmalıdır. Həmçinin, növbəti gələn din özündən öncəkiləri təsdiqləməlidir. Necə ki, Həzrəti İsa Həzrəti Musanı təsdiqləyir. Eləcə də Həzrəti Muhammed sallallahu hər ikisini və digər peyğəmbərləri təsdiqləyir. Allahın bizim sübutumuza ehtiyacı yoxdur. Gəlin kobud şəkildə düşünək. Bir maşının varlığını sübut etsək və ya etməsək, onun o maşına fərqi var. Bir ağacın özünün varlığının sübutuna ehtiyacı var? Əlbəttə ki, yoxdur. Bu kobud misallara görə məni qınamayın. Çünki bu mövzu əlifba kimi izah edilməlidir. Allahın da bizim onu sübut etməyimizə ehtiyacı yoxdur. Biz hələ özümüzü sübut edə bilmədiyimiz halda, varlığın nə olduğunu dərk etmədiyimiz halda, varlıq üstü bir yaradıcını necə sübut edə bilərik? Yuxarıda sadaladığım misallar cisimlərdir. Onlara fiziki olaraq toxunur, vizual olaraq görürük. Allah isə bu sifətlərdən təcrid olunub. Ona toxunmur, onu görmürük. Onu sübut etmək üçün yalnız bir şeyə, imana ehtiyacımız var. Biz onu başqasına deyil, ilk öncə özümüzə sübut etməyə çalışmalıyıq. Əgər biz beynimizlə Allahın varlığını dərk etsək, amma bunu ruhumuza sirayət etməsə, o zaman ölümdən sonra onun varlığını unutmuş olacaq. Çünki insan iki hissədən ibarətdir və onun iki növ elmi var. Ruhani elmlər, cismani elmlər. Biz öyrəşmişik ki, bir şeyin sübutu cismani olaraq edilsin, lakin fiziki olaraq bu sübut bir mənalı şəkildə mümkün deyil. Necə ki, iki ölçülü mühitdə üç ölçülü mühit təsvir etmək mümkün deyil. Eynilə, bu ölçülü mühitimizdə ən yüksək mərtəbədə olan əzəli və əbədi Allahı təsvir etmək mümkün deyil. Bunu etməyə çalışmaq özü belə ağılsızlıq olar. Bir halda sübut edə bilərik ki, həmin mühitdən xəbərdar olan, içimizdəki ruhumuzun elmindən istifadə edək. Çünki Allah öncə insanı ən mükəmməl biçimdə yaratdı, daha sonra yer üzünə göndərdi. Beləliklə, ruhumuzun üç ölçülü mühitdə aid olmadığını da bilirik. O zaman, əgər Allahı axtarırıqsa, onu ruhumuzla axtarmalıyıq. Bunun üçün isə yenə başlanğıcda paradoksa qayıtmalıyıq. Allahı dərk etmək üçün inanclı olmalı, inanclı olmaq üçün isə Allahı dərk etməli. Əgər sizə fiziki olaraq Allahı sübut etməyə çalışan birini görsəniz, ondan uzaqlaşmayın, qaçın. Çünki bu Allaha yaraşmayan bir sifət olar. Biz onu yalnız hisslərimizlə dərk edə, ətrafdakı işarələr ilə görə bilərik.
Çünki o bizim kimi aciz varlıq deyil ki, üç ölçülü mühitə sıxışıb qalsın və bizdən gizlənsin. Onun yeri bəllidir, lakin əzəl və əbədi unutmayın. O mühitdə, məkanda, zamanda deyil. O hər yerdədir və hər şeyi əhatə edəcək. Hər şeyi və hər yeri əhatə edən bir fövqəli sahibini bu mühitdə araşdırmaq özü də cahilliyin bir növüdür. Əgər Allahı bu mühitdə sübut etmək mümkün olsaydı, o zaman tərəddüd edərdi. Çünki müəyyən məhdudiyyətlərlə dolu olan kainatda, sonu olan mühitdə sonsuz varlıq axtarmaq və orada onu tapmaq absurddur. Onun varlığının sübutlarından biri də bizim mühitdə ona rast gəlinməməyidir. Beləliklə, bu nəticəyə çıxırıq ki, Allahın dünyada yoxluğu, hansı ki bu fiziki və vizual olaraq müşahidə edilməməyi deməkdir, yəni onu görüb eşitmirik, onun varlığının ən böyük dəlillərindən biridir. Çünki o məhdudiyyətlərlə dolu olan insan mühitində var olmamalıdır. Təbii ki, ol deməyi ilə burada var ola bilər, lakin onun buna ehtiyacı yoxdur. Möcüzə dövrü artıq bitib. Bizim onunla qovuşmağımız yalnız insani cisimdən çıxdığımız zaman mümkün olacaq. Bizim onunla hal-hazırki zamanda bu bədənlə görüşməyimiz də mümkünsüzdür. İrəlidəki hissələrdə biz bunları Qurandan ayələrlə sübut etməyə çalışacağıq.